Hər vaxtınız xeyir olsun yoldaşlar. Biz bu günlərim demək Python dərs 3-ə baxasıydıq. Üzrü səbəbdən biraz kompüterdə texniki problem olmuşdu. Çox şükür öhdəsindən gələ bildik. Hə, Python dərs 3-ə baxırıq. Python dərs 3-də nədir? Biz step funksiyası haqqında danışacağıq bu dərsdə. Step funksiyasından danışacağıq. Nədir step funksiyası? Məsələn, bir dənə printə çapa belə bir şey verək. Tutaq ki, yazıram print, printin içərisində bir dənə bir söz yazaq. Məsələn, nə yazaq? Yazaq, tutaq ki, informatika yazaq. Məsələn, informatika yazaq. İnformatika yazaq. Əslində, bir söz də yaza bilərdik. İnformatika. Info yazın. Belə yazsın, yazsın. Biz əgər buna enter versək, növbəti sətrə keçsək, infonu arada boşluq qoymaqla çap eləmiş olacaq. Demək, infonu arada boşluq qoymaqla çap eləmiş olacaq. Biz bilmədiyimiz printin içərisində biz bilmədiyimiz step funksiyası var ki, step nə deməkdir? Step boşluq deməkdir. Step funksiyası hər vergülü görəndə işə düşür. Məsələn, mən əgər bu cür yazmış olsaydım, demək, hər vergülü görəndə step neynir? İşə düşür. Məsələn, tutaq ki, mən bunu bu cür yazıram. Əgər yazsaydım ki, infonu yazsın və hər vergülü görəndə, məsələn, sep funksiyası işə düşürsə, onda sep hər vergülü görəndə neynəsin? Bir üstəgələk qoysun. Bu zaman neynəyəcək? Bu zaman demək, i-ni yazacaq, vergülü görəsidir burada. Burada vergülü görən kimi biz deyirik axı, demək, sep funksiyası hər vergüldə neynir? İşə düşür. İ-ni yazır, vergülü görür, üstəgələyə qoyur. N-nı yazır, vergülü görür, üstəgələyə qoyur və s. Demək, belə olur. İ, üstəgələk N, üstəgələk O, F, üstəgələk O. Ən axırda, ondan sonraki vergüldə, sepdən əvvəlki vergüldə neynir? Sep funksiyası işləmir. Yəni, F-dan sonra da üstəgəl qoyur vergülün yerinə. Onu yazır, amma ondan sonraki sepdən əvvəlki vergüldə demək neynir? Sep funksiyası işləmir. Baxın nəticəyə. Bu cürə. Demək, neynir? Sep funksiyası hər vergüldə işə düşür. Məsələn, mən bura yazmışam info yazmışam. Burada sep funksiyası işə düşür və sep funksiyası işə düşdüyü andan neynir? Başlayır, demək, işləməyə. Necə? Ona bir diqqət eləyək. Tutaq ki, mən belə bir şey yazıram. Bax, infonu yazmışam. İndi tutaq ki, burada başqa bir printin içərisində başqa bir ad verək. Tutaq ki, print, dırnaqda yazıram. Məsələn, A, dırnaqda L, sonra A, L, sonra dırnaqda ala, ba, alaba, laba. Bu sözü yazdıq. Printdə yazdıq alaba. Belə yazdıq. Əgər biz bunun hər vergülə yaxınlaşanda biz sep funksiyasından istifadə eləməmişiksə, bu zaman boşluqdan neyniyəsidir? Boşluqdan demək ayırmağa başlayacaq. Məsələn, mən deyirəm ki, yazıram print,
Dırnaqda bir dənə hərflər yazıram və yaxud da ki, rəqəmlər yazıram. İndi bir rəqəmlərdən ibarət qoyum. Məsələn, print. Dırnaqda yazıram 1, vergül, 2, vergül, sonra 3, vergül, 4, vergül və s. Bax, belə yazıram və eyni zamanda sep funksiyası qoyuram. Sep funksiyasına da nə qoyuram? Sep funksiyasına qoyuram, üstəgəl qoyuram. Üstəgəl qoyuram. Bu print funksiyası burada necə işləyəcək? Baxın, yoldaşlar, biri yazacaq. Nəyi görür? Vergülü görür. Vergülü görən kimi sep funksiyası işə düşür və üstəgələyə qoyur. Sonra 2-ni yazır. 2'den sonra vergülü görür, sep funksiyası işə düşür, üstəgələyə qoyur. Sonra 3'ü yazır, üstəgələ qoyur. 4'ü yazır, 4'ten sonraki bax bu vergül var ha. Sepdən əvvəlki vergül. Bax bu zaman sep funksiyası işə düşmür. Yəni sepdən əvvəlki ən axırıncı vergüldə sep funksiyası işləmir. Nəticə olur 1, üstəgələk 2, üstəgələk 3, üstəgələk 4. Bunu proqramın özündə tətbiq eləməyə çalışaq. Tutaq ki, bax, yazaq print və printin içərisində verək. 1, 2, özümüzdən verək də ixtiyari simvollar verə bilərik. Fərqi yoxdur. İndi biz tətbiq elədiyimizi eləyək burada və sep bərabərdir. Dırnaqda üstəgəl deyirəm qoysun hər vergülü görəndə. Və düşürəm növbəti sətrə. Baxın, demək, burada məsələ nədir? Biz belə ümumi nəticəyə gəlirik ki, sep hər vergülü görəndə nə edir? İşə düşür. Sep hər vergülü görəndə işə düşür. Niyə? Çünki bizim bilmədiyimiz sep funksiyası var. Vergüldə, hər vergüldə sep funksiyası işə düşür. Əgər burada sep funksiyası yazılmasaydı, tutaq ki, belə yazılmış olsaydı, təkcə sepi göstərməsəydi burada tutaq ki, mən sepi göstərmirəm. Kontrol V eləyim. Sepi göstərmirəm. Düşürəm aşağı və burada aralı qoydu. Aralı qoymağının səbəbi nədir? Məsələn, sep funksiyası yoxdur, amma bizim bilmədiyimiz demək, sep funksiyası var ki, hər vergüldən sonra işləyir, lakin sonuncu vergüldə işləmir. Əgər sep funksiyası yoxdursa, verilmiş print əmrində sep funksiyası qoymursa, o yalnız nə edir? Boşluq qoymuş olur. Nə edir? Yalnız boşluq qoymuş olur. Məsələn, belə bir maraqlı suala baxaq. Məsələn, deyirəm ki, belə bir şey yazıram. Yazıram ki, print. İçəridə məsələn, dırnaqda yazıram belə. Salam. Məsələn, yazıram. Baxın, salam necəsən yazdım, amma buradakı slash n uşaqlar, yoldaşlar, buradakı slash n var ha. Buradakı slash n növbəti sətrə keçmək deməkdir. Məsələn, növbəti sətrə keçmək deməkdir. Gəlin bir bunu yazaq. Məsələn, deyirəm ki, tutaq ki, yazıram, belə bir şey yazıram. Yazıram print. Yazıram ki, salam. Sonra yazıram, necəsən? Burada slash n növbəti sətrə keçmək deməkdir. Salamı yazacaq, salamı. Sonra slash n-i görüb
növbəti sətrə keçib yerdə də ecəsəni qalacaq. Ecəsən, ecəsən qalacaq. Amma burada iki dənə en olmuş olsaydı, biz bayaqlarım yazdıq, iki dənə enlə yazdıq. Məsələn, belə yazdıq da bayaqlarım. Yazdıq ki, print, print, yazdıq salam, salam, yazdıq, slash eni yazdıq. Bir dənə yazdıq, necəsən, necəsən. Belə yazdıq. Düzdür, belə yazdıq. Burada neynədir? Burada salamı yazdı. Salamı yazdı. Slash n nədir? Növbəti sətrə keçir deməkdir. Növbəti sətrə. Növbəti sətrə keçdi, gəldi, durdu burada. Sığının altında. Sonra necəsəni yazdı. Burada da yazdı necəsən. Necəsən. Əgər mən burada, məsələn, salam necəsəndə iki dənə n yox. Elə bir dənə vermiş olsaydım, tutaq ki, belə yazsaydım, slash n necəsən, necəsən yazsaydım, bu zaman vəziyyət nətər olardı? Salamı yazardım, salamı yazdı. Salamı yazdı, slash eni gördü, slash eni gördü, düşdü növbəti sətrə. Baxın, salamı yazdı, yazdıq salamı. Vergülü gördü, boşluq qoydu. Step bilirik ki, printin içərisində biz görmədiyimiz step funksiyası var ki, o növbəti sətrə keçirdi. Slash eni neynədir? Slash eni növbəti sətrə keçdi, gəldi, durdu sığının altında. Slash eni çıxandan sonra yerdə nə qaldı? Ecəsən. Ecəsəni də burada yazmış oldu. Ecəsəni də burada yazmış oldu. Demək, slash en nədir? Slash en növbəti sətrə keçid deməkdir. Ümid edirəm bu qədərin başa düşdük. İndi davam edirik. Davam edirik. Məsələn, yazıram, belə bir şey yazıram. Yazıram ki, yazıram print, print. Məsələn, yazıram sonra yazıram save, save, bərabərdir. Dırnaqda üstə gələk qoysun və bir dənə də nə funksiyası var bizdə? Sonuncu vergüldə işləyən end var. End. End də sonuncu vergüldə işlənir. End yazılanda qarşı-qarşıya yazılır və end yazılmayanda növbəti sətrə düşür adətən print əməliyyatları. İndi o hissəyə gələcəyik. Əvvəl biz set funksiyasından danışdıq. Dedik ki, set funksiyası neyinir? Əgər yazılmayıbsa, printin içərisində neyinir? Boşluq qoyur. Boşluq. Yəni, set funksiyası hər vergüldən sonra işləyir, lakin sonuncu vergüldə işləmir. Sep olmadıqda da boşluq qoyur. Biz bunu bildik. Slash n nə iş görürdü? Slash n də dedik ki, növbəti sətrə keçirir. Növbəti sətrə keçirir. İndi biz dedik ki, sep funksiyası ən axırıncı vergüldə işləmir. Ən axırıncı vergüldə işləyən nədir bəs? End funksiyasıdır. Enddir, end. End sonuncu vergüldə neynir? İşləyir. İndi sepi qoyduq. Sep dediyi hər vergüldə neynəsin? Üstə gələk qoysun. Bunun yanında da bir dənə endi artırıram. Deyirəm ki, A-nın üzərinə gəlsin K-nı, K-nın üzərinə J-ni, J-nin üzərinə E-ri gəlsin. E-rdən sonraki vergüldə artıq sep işləməyəcək. Həmən vergüldə end işləyir. Orada da nöqtə qoymuş olsun mənim üçün. Baxın, nöqtəni orada qoysun. Aha, belə deyirəm. Bu zaman bizim nəticəmiz bax, bu cür olmuş oldu. Yəni, biz burada nələrə diqqət eləmiş olduq? Demək, baxın, burada gəldi birinci A-nı yazdı.
A-nı yazdı. Vergülü gördü. Vergüldə sep funksiyası işə düşdü. Deyirik axı, hər vergüldə sep funksiyası işə düşür. Hər vergülü görəndə sep işləyir. A-nı yazdı, vergülü gördü, üstəgələyə qoydu. Sonra K-nı yazdı. Yenə vergülü gördü, yenə üstəgələk qoydu. J-nı yazdı. Yenə vergülü gördü, yenə üstəgələk qoydu. R-nı yazdı. R-dan sonra baxır ki, ən axırıncı vergüldür. Ən axırıncı vergüldə sep işləmir artıq. Artıq sep işləmir. End funksiyası işləyir və o da nə edir? Nöqtəsini qoyur. Bax, bu cürədir. Vəziyyət bu cürə. Endlə və sepin işləmə vəziyyətinə baxdıq. Endlə sepin nə elədik? İşləmə vəziyyətinə baxdıq. İndi tutaq ki, bir nümunə deyək. Buna aid bir dənə nümunələr deyək. Deyirəm ki, yazıram, belə bir şey yazıram. Yazıram ki, print, yazıram, printin içərisində belə bir şey verirəm. Deyirəm ki, Qarabağ, Qarabağ Azərbaycandır. Qarabağ Azərbaycandır. Belə yazıram. Və sep yazıram. Sep bərabərdir. Üstəgələ qoyuram. Vergül, end də bərabərdir. Demək, nə qoysun? Tutaq ki, nida qoysun. Nida. Bu cür olanda necə olacaq? Bax, Qarabağı yazacaq. Qarabağı yazan kimi vergülü görür. Vergülü görən kimi sep işləyir. Qarabağı yazır, sonra üstəgələk qoyur. Çünki axı vergülü görüb. Sonra Azərbaycandır yazır. Azərbaycandır yazandan sonra vergül ən axırıncı vergüldə sepdən əvvəlki vergüldə artıq sep işləmir. End işləyir. End də bura nə qoyur? Demək, nida qoyur. Olur Qarabağ üstəgələk Azərbaycandır nida. Bax, bu cürə. Əgər biz yazsaydıq ki, tutaq ki, belə bir şey yazıram. Yazıram ki, print. Yazıram dırnaqda 1, 2, 3. Sonra vergül dırnaqda 4, 5, 6. Vergül dırnaqda 7, 8, 9. Vergül. Sep bərabərdir. Tutaq ki, bura bir ulduz qoyuram. Və vergül qoyuram. End bərabərdir. Dırnaqda bir dənə də nöqtə qoyuram. Bu necə yazılmış olacaq? Yenə gələcək birinci 123'ü yazır. Vergülü görür. Vergülü görən kimi sep funksiyasını eləyir, işə düşür. Ulduz qoyur. Sonra 456'nı yazır. 456'nı yazandan sonra yenə vergülü görür. Vergülü görən kimi yenə sep funksiyası işləyir, yəni ulduzu qoyur. Sonra 789'u yazır. 789'dan sonra vergülü görür. Ən axırıncı vergül olduğu üçün sep işləmir. Bu zaman end işləyir. End də nə eləyir? Nöqtəni qoymuş oldu. Baxın, bunu bir Python'da yoxlayaq. Demək, məsələ nədən ibarətdir? Yazıram print. Demək, nə idi? Print 1, 2, 3. Sonra 4, 5, 6. Sonra nədir? 7, 8, 9. 7, 8, 9. Sep bərabərdir. Dedik nə eləsin? Ulduz qoysun. Və end bərabərdir. Nə eləsin? Nöqtə qoymuş olsun. Düşürük aşağı. Baxın, nəticə etibarilə eyni olmuş oldu. Yəni, nədir? Demək, biz dedik ki, nə olarır? Demək, sep funksiyası hər vergülü görəndə nə eləyir? İşləyir. End funksiyası nə eləyir? End funksiyası isə axırıncı vergüldə işləyir. Nə eləyir? Axırıncı vergüldə işləyir. Bir dənə
Məsələyə baxaq, bir dənəsinə də baxaq. Məsələn, deyirəm belə, yazırıq, bu cür yazaq. Yazıram print, print, dırnaqda A-nın, sonra dırnaqda N-nın, A, sonra dırnaqda N, B, sonra S bərabərdir, slash N, slash N, hə, slash N. Bir də yazıram burada, belə yazıram. Yazıram N bərabərdir, bir dənə nöqtə qoyuram. Nöqtə qoyuram. Baxın, indi bunun necə olasıdır? Print demək, hər vergüldə slash n işləyəsidir. Slash n. Hər vergüldə slash n işləyəcək və end neyinir? Ən axırıncı vergüldə işləyir. İndi a n-i yazır. A n. Yazdı a n. A n-i yazan kimi, a n-i yazan kimi A yeni yazdı. Neynədir? Vergülü gördü. Vergüldə artıq sep işləyəcək. Sepin içərisindəki nə var? Slash n var. Slash n neynirdi? Bizi növbəti sətrə keçirdirdi. Növbəti sətrə keçirdiyi üçün bu vergül bizi növbəti sətrə keçirdiyi üçün artıq növbəti sətrə keçir, gəlir durur burada. Artıq kursor burada yanıb sönməyə başlayır. Sonra nə gəlir? Vergüldən sonra bu funksiyanı, demək bunlar yazmalıdır da, bu simvollar yazmalıdır. Bu simvolları yazmağa başlayanda görür ki, burada birinci bunun qarşısına nə çıxıb? Slash n çıxıb. Slash n yenə növbəti sətrə keçid deməkdir. Yenə gəlir durur burada, artıq burada yanıb sönür. Və dalınca da n-a var. N-a-nı yazır. Bax, təkrar edirəm. Demək A N-i yazdı. A N-i yazandan sonra vergülü gördü. Vergülü görəndə slash N, vergüldə axı sep işləməlidir. Bu vergüldə sep işləyir, slash N gəlir durur burada. Bax, bura qədər yazdı. Sonra slash N-i bir də görür. Yenə gəlir durur burada, buradadır. Və dalınca da nanı deyir yaz. Oldu, nanı yazdı. Nanı yazdı. Sonra yenə vergülü gördü. Vergülü görən kimi neynir? Yenə slash n-i. Vergüldə neynir? Yenə sepişdir. Yəni slash n-i onu yenə gətirir qoyur bura. Gətirdi qoydu. Aha. Yenə neynir? Slash n bir də var. Deyir slash n ilə gəl dur burada və b-ni yaz. B-ni yazdı. B-ni yazdı. Və sonra neynə? Sepdən ən axırıncı vergüldə nə işləyir? End işləyir. Orada da neynə? Demək, B-dən sonra neynə? Nöqtəni qoy. B-dən sonra da nöqtəni qoymuş oldu. Baxın, gəlin bunu proqramda yazaq. Demək, belədir. Print. Yazırıq demək, AN, vergül, slash n, slash n, bir də n-a, vergül, sonra nə gəldi? Slash n, bir də slash n, b, n-a, n-b, ondan sonra demək neyinir? Sep funksiyası işə düşmüş olur. Sep bərabərdir. Sepin içərisində də bir dənə slash n vermiş olurum. Slash n vermiş olurum. Sonra nə gəlir? N funksiyası da neyinir? Bir dənə nöqtə qoymuş olsun deyirik. Nöqtə qoymuş olsun. İndi bunu növbəti sətrə keçirdək. Baxın. Baxın. Demək, A, n-nı yazıb, baxın, növbəti sətrə keçib,
növbəti sətrə keçir. Gəlib durub burada. Axı A-nını yazdı. A-nıdan sonra vergül var. Vergüldə sep funksiyası işə düşdü. Sep funksiyasının içərisində də slash n var. Slash n də bizi növbəti sətrə keçirdir. A-nını yazandan sonra növbəti sətrə keçdik. Təzələnən növbəti simvolları yazmalıyıq. Növbəti simvolların içində də slash n var. O da yenidən bizi növbəti sətrə keçirdir, sonra n-anı yazırıq. N-anı yazdıq. Yenə vergülü gördük. Yenə deyir növbəti sətrə keçdik. Sonra təzələnən deyir növbəti sətrə keç və B-ni yaz. B-ni yazdım. B-dən sonra baxıram ki, axırıncı vergüldür. Axırıncı vergüldə də end işləyir. Yəni nöqtəni qoymuş oldu. Bax bu cürə. Ümid eləyirəm ki, hər biriniz başa düşdünüz.